Salam, hər vaxtınız xeyir. Deməli, yenə üçüncü qruplar üçün bir sınağımızın izahı olacaq və bu 44 sınaq kitabındandır. Tövsiyəm odur ki, bu kitabı alıb işləyəsiniz və izahlarını elə buradan baxarsınız. Çalışacağım ətraflı izah edeyim hər sualı. Deməli, bizdən təsriflənməyən feil istəyir. Təsriflənməyən feil nə idi? Məsdər, feili sifət, bir də feili bağlama. Üçün də ortaq cəhətləri var bir neçə dənə. Məsələn, ikinin xüsusiyyətini daşıyır. Sonra şəxsə və kəmiyyətə görə dəyişmir və s. Baxaq, burada harda var? O gələndən evdə heç kim bir-biri ilə yola getmirdi. Burada feili sifət var bir dənə. Çünki bu gələndə anda əndəyə də oxşaya bilər. Bu anda əndə deyil. Bu gələn vaxtdan düşünə bilərik. Bu da feili sifətdir və bizdən səhvləri istəyəcək. Quruluşca düzəltmədir. Ümumiyyətcə feil sifət, məsdər, feil bağlama şəkilçiləri qrammatik şəkilçi. Deməli bir səhvdir. Məlum növdədir. Şəkilçi yoxdur. Doğrudur. Bu da məlum növdədir. Feili bağlamadır. Bunu elə en başdan dedik ki, yox, feili sifətdir. Tərkib yaratmışdır. Baxaq, o gələndən evdə heç kim bir-biri ilə yola getmirdi. Yola getmirdi kim? Heç kim. Nə zamandan? O gələndən. Deməli, burada feili bağlama bütövlükdədir. Bunu bu cür tapa bilərik. Məsələn, o sözünü cümlədə birinci sözün mübtəda olmadığını tapmağın asan qaydası nədir? Xəbərə baxırıq, 3 dənə sual veririk. Kim, nə, hara? Əgər bu suallara bu cavab vermirsə, mən, sən, o, deməli o söz birləşməsində, tərkibin içindədir. Deməli, haradaydıq? Feili bağlama dedik, səhvdir. Tərkib yaratmışdı, doğrudur, 4'ü unutdum. Xəbər şəklində olan feil izah eləyir, bəli. Bu zaman şəkilçisidir. Bu da doğrudur. Zamana görə dəyişib, ümumiyyətcə bunlar zamana görə dəyişim. Sadəcə feili sifətdə zaman məzmunu var. Səhvlər hansılar oldu? 1, 3, 6, belə cavab, bəli, C variantında var. Keçək ikinci suala. 2 ədat işlənibdir. 2 ədat da baxaq harada var. Onu dünən gördüyüm üçün daha zəng etmədim. Bir dənə var. Əlbəttə modal sözdür. Kefimiz də kök olur. Bu üstəgəl mənasında. Yəni mülayim keçəndə hələ üstəgəl kefimiz də yaxşı olur da. Yəni tam izah eləmədim bunu. Yəni bağlayıcı mövzusunda bunu daha geniş düşünürəm ki, izah eləyəcəm. Bu bağlayıcıdır. Deməli, bu da olmaz, bu da olmaz. Kənddə ən dadlı yeməkləri nənəsi bişirirdi. Bir dənə var burada ədat. Həyatın qəribəliyi odur ki, burada ki'dən sonra vergül var və izah eləyir nəyisə, aydınlaşdırır. Deməli, bu bağlayıcıdır. Düşündüyüm yalnız başqasının başına gəlmir. Buradakı yalnız bəli ədatdır, amma bir dənədir. Sən gəlsənə bugün ancaq dincələsən. Bu sualda ancaq dincələsən, özündən öncə nə vergül var, nə iki fikri qarşılaşdırır, deməli ədatdır. Buradakı sana sənə ədatdır, gəl isə feildir. Deməli, gəlsənə sözündə gəlmək, yoxsa səhv dedim? Yox, mən səhv dedim. Gəlsənə bütövlükdə burada ədat olacaq, çünki burada gəlməyə ehtiyac yoxdur. Bəzən belə ola bilər. Bizə bugün gəlsənə. Belə olanda gəl feil olur, sana sənə isə ədat olur. Davam edirik. Burada cavabımız oldu. E variantı. Bağlayıcı sözə bağlanmış, bağlayıcı sözlə bağlanmış tabeli mürəkkəb cümləni istəyir. Bağlayıcı söz nədir? Sanki düşünək ki, 2 dənə cümlə var. Tabeli mürəkkəb cümlədən gedir təbii ki, söhbət. Burada sual verir. Digər tərəfdə isə cavabını verir. Məsələn, misal deyim, kimi istəyirsən, onu çağır. Nə bilim, hər nə istəyirsənsə, onu denən. Bax, sanki buradakı sualın cavabı burada var. Burada da cavab olur, D variant. Kim ki səni dinləmir, onu tədbirə çağırın. Bax, sual verir və qarşılıq sözü də var. Burada olmaya da bilər. Məsələn, kim ki səni dinləmir, tədbirə çağırın. Sən istəməyəni, məsəl üçün, döyüm. Bu da ola bilər. Yox, mən səhv dedim deyəsən. Evə
çatıb dincəlmək istəyirdi ki, zəng çalındı. Nə ilə bağlanıb? Bağlayıcı ilə. Bu bağlayıcı söz deyil. Səni unutmaqla böyük səhv edib. Ancaq hamı onun kimi düşünmür. Bu ümumiyyətcə tabeli mürəkkəb cümlə deyil, tabes mürəkkəb cümlədir. Burada yenə ki var, ki bağlayıcısı ilə bağlanıb. E variantı əgər şərt bağlayıcısıdır, bir də feilin şərt şəkli var. Cavabımız da ən başdan demişdik. 4-ə baxaq. Nə istəyəcək burada? Belə eləyim, sualı tam görünsün. Bir dəqiqə. Nədir sualımız? Uyğun fikirlər müəyyən edin. Ümumidir. Belə deyək ki, morfoloji bölmədir. Morfoloji təhlil bölməsidir. 5-ci sinifdə oxuyan şagird yarışmada uğur qazandı. Hamını düşündürən bu məsələ də tezliklə həll olundu. Ortaq cəhətlərə plus qoyacağam. Fərqliyə isə çıx qoyacağam. Təsniflənməyən feil var. Baxaq var mı hər ikisində? Oxuyan burada var. Düşündürən, düşünmək sözün köküdür. Dövr leksikdir. And qrammatikdir. Da necə tapırıq leksika olduğunu maq qoyuruq özündən sonra. Deməli, hər ikisində var. Bir doğrudur. Köməkçi nitq hissəsi var deyir. Baxaq burada birincidə yoxdur. İkincidə varsa da yoxsa artıq fərqi yoxdur. Ortaq cəhət deyil. Fərqli əsas nitq hissələrinə aid düzəltmə sözlər var. Baxaq burada 5-dən 5-ci say var. Bu biri tərəfdə yarış sözündən yarışma var. Bir də isim. Burada fərqli var. Burada düşünməkdən düşündürmək feil var. Digər tərəfdə tezliklə söz var. Bu da zərf. Deməli, bu doğruymuş. 1-3 doğrudur. Keçmiş zamanda olan feil var. Uğur qazandı. Bəli. Bir də həll edildi. Bəli, var. Deməli, bu ortaq cəhətdir. Mən ortaqları dedim, üstəcə qoyacağam. Qeyri-müəyyən əvəzlik varmı? A variantında yoxdur, B variantında var. Deməli, bu ortaq cəhət deyil. Adlıq halda olan söz işlənib. Elə bu feil sifətlər adlıq halda olan sözlərdir. Burada isim demir deyə nə olsa baxa bilər. Bu doğrudur. İndi biz fərqlinin altından mənfini götürürük. Ortağın altından müsbəti. 1, 3, 5. Cavab oldu D variantı. Sonra keçirik 5-ci suala. Burada uyğunluqdur. Yəni, bu da ümumi deyə bilərik ki, morfoloji təhlildəndir. Yəni, sözü iki fərqli köməkçi nitq hissəsi ola bilər. Ola bilərmi? Bəli. Həm ədat var, məsələn, sual ədatı var. Yəni, sən həqiqətən də bunu anlamırsan. Bir də yəni ki, məsələn, yəni hər şeyi anladı. Bu cür deyə bilərik. Deməli, bu doğrudur. Biz qoyduq. Gələndə sözü iki təsniflənməyən feil kimi. Bu nə deməkdir? Bayaqki sual kimi. Məsələn, gələn insanda, deyirəm, qabaqda gedəndə, gələndə məlumatlar var. Mənim kitabım, məsəl üçün, o gələndədir. Gələn adamdadır. Bir də feili bağlama kimi gələndə filan şeyi mənə də gətirərsən. Deməli, bu da doğruymuş. Həmişə yaşıl çoxaltma dərəcəsi. Dərəcə iki yolla düzəlir. Sintaktik və morfoloji. Burada biz hər hansı bir əlamət görmürük. Nə morfoloji var, nə sintaktik. Məntiqlə getmirik biz burada. 3 deməli səhvdir. Açılmaq sözü məchul və qayıdış ola bilərmi? Bəli. Qapı açıldı. Məchuldur. Hava açıldı, qayıdışdı. Deməli, 4 yanlış oldu. Sonra bir sözü mürəkkəb sayıdır. Bir sözü saya oxşasa da, iki sayın birləşməsindən yaranan zərfdir. Bu da necə olacaq? Məsələn, uşaqlar 2-2 oturmuşdular, bir gəzirlər, 10 nə bilim getdilər və s. Bunlar zərf olacaq. Deməli, bu da yanlışdır. Qohum, qonşu da yaxın mənalı sözlərdir. Ümumiyyətlə, qohum, qonşu, yəni deyirlər, qohum-qonşuya da payladıq və s. Yəni, ikisi də eyni məna kimi işlənir. Baxaq, cavabımız nə oldu burada? Cavabımız olur 1, doğrunun altından doğru, yanlışın altından yanlışı seçirik. Varmı belə bir cavab? 1, 2, 4, 5 cavab yoxdur. Yoxsa nə isə səhv mi elədim mən? 4-ə plus qoymalıydım.
İkisi də olur da qapının açılma. Deməli 1, 2, 5. Cavabımız A variantı. Durğu işarələrini istəyir bizdən. Suala baxın. Heç alt-alta yazılanda burada 2 nöqtə qoyuruq. Altdan da belə tire çəkirik. Görəsən modal söz vergül. Bu dediklərini qulaq ardına vursam, niyə vergül oldu? Çünki sağ şərt çəkilsin. Necə olar? Sual işarəsi nə olacaq? Qoşa nöqtə, tire. Qoşa nöqtədən sonra tire harda var? 3 variantda var. Sonra vergül. Burada var. Bu olmadı artıq. Sonra bir dənə də vergül. Bir dənə də sual cavabımız oldu. D variantı. Çətin olmayan sual idi. Vətənimizin hər qarışı bizə doğmadır. Baxaq nə istəyir bizdən. Düzəltmə söz varmı? Bəli. Doğmaq sözündən doğma. Deməli bu düzdür. Sonra əvəzlik iki fərqli mənadır. Hər və biz. Biz nədir? Şəxsdir. O birisi isə nə idi o? Təyin əvəzlik. Fərqli məna növünə aid, bəli, doğrudur. Sonra, müəyyən şəxsi cümlə. Bax, doğmadır nə? Vətənimizin hər qarışı. Bax, burada belə bir şey eləyirəm hər zaman. Bu yiyəlikdir, bu da mənsubiyyət. Geniş cümlədir. Kimə? Bizə tamamlıqdır. Nəqli cümlədir, bəli, sonunda heç bir işarə yoxdur. Deməli, bu da doğrudur. Mübtədə söz birləşməsi də az öncə dedik. Vətənimizin hər qarışı. Yer zərflidir. Burada heç yer zərfliyi yoxdur. Axı, biz gəlmək mənasında olsaydı, bizə gəl, onda zərfli olardı. Gəldik. Məktubun üzünü oxudum. Bu sualın şərtində biraz problem var. Əslində, burada sualda iki şey ola bilərdi. Ya düzəltmə sözü istəməli idi. Deməli, düzəltmə söz. Oxudum sözü düzəltmə olmalı idi. Ya da ki, əmr şəklində deyilməli idi ki, əmr şəklində olan. Belə olanda nə olur? İcbar növdədir. Düzdür. Leksik şəkilçi də var. Belə olacaq da. Mən məktubun üzünü oxudum. Kiməsə aparıb oxudum. Oxumaqdan sözü oxutmaq. Bunun da əmr şəkilçisidir. Deməli, zaman şəkilçisi yoxdur. Bu əmr şəklindədir. Mən oxudum. Xəbər şəklində yox, əmr şəklindədir. Feildən düzəlib oxumaq sözündən oxutmaq. Cavabımız oldu 3, 4, B variantı. Amma yenə də sualın şərtində biraz problem var idi. Deyir, hansı nümunədə kökü homonim olsun deyir. Bax, özü yox. Və düzəltmə olsun. Amma kökü homonim olsun bizdən istəyir. Və hətta söz birləşməsinin içində olsun deyir. Feildən gedir söhbət. Əgər bir testdə bir neçə şey istəyirsə, deməli o sualın cavabını tapmaq çətin olmayacaq. Baxaq. Feil harda var? Bir dənə var. Cümlənin sonundadır. Burada da əslində cümlənin sonu sayılaraq verirəm sənə. Yəni, dənizi sənə hədiyyə verirəm. Demək, bir də dedim var. Bunlarda olmaz. Baxdım var. Çünki söz birləşməsi deyil. Cümlə şəklindədir bunlar. Davam eləyək digərlərinə. Sonra, qayıt mənim gülüm. Bu da söz birləşməsi deyil. Qayıt söz birləşməsi deyil. Ey mənim istəyim. Mənim istəyim isimdir bunlar. Gəlməz oldun. Bu da cümlənin sonudur. Olmaz. Göylərin şəfəqi düşdü üzünə. Şeirdə cümləni düzəltmək lazımdır. Ümumiyyətlə, deməli belə olacaq. Üzünə göylərin şəfəqi düşdü. Bu da cümlədir. Göyləri verirəm. Bu da cümlədir. Dedim. Cümlədir. Onu güldürəndə çox rahat oluram. Bax, burada söz birləşməsi var. Söz birləşməsi necədir? Onu güldürəndə narahat oluram. Rahat oluram nə zaman? Onu güldürəndə. Bax, söz birləşməsidir. Birinci qaydamız düz gəldi. Birinci tələbimiz. İkinci tələbimiz kökü söz deyir, homonim olsun. Burada güldürmək feildir. Bir də var, gül isimdir. İsim olduğu zaman deməli homonimdir. Başqa nə tələb var idi? Unutdum tələbi. Deməli, söz birləşməsindədir, kökü homonimdir və düzəltmədir. Bəli, doğrudur. O birisində də xəbərdir. Havalar soyuyanda sözü də var imiş burada. Gör bir nə tez isinişdik, havalar soyuyanda. Burada sözün kökü soy deyil, soyumaq sözüdür. Soyumaq sözü də homonim olmur. 10-cu sualda ədəbi dilin 2 normasının pozulmasını istəyəcək bizdən. Deməli, 2 normanın pozulması nədir? Daha çox fonetik norma ilə. Fonetik norma
Ümumiyyətcə hamısı nədir bir ona yüngül bir baxış eləyə fonetik, leksik, qrammatik. Dərsin çox qısa versiyada izah eləyəcəm. Fonetik norma düzgün yazılış və ya deyilişdir. Yazılış, fonetika. Leksika sözün düz işlənməsi. Yəni mən gedirəm əvəzinə mən sürünürəm demək də düz olmaz da. Məktəbə sürünürəm olmaz ki, heyvan, ilana aiddir sürünmək. Qrammatik də bütün qaydalar, cəm şəkil, nə bilim, xəbərin yerin dəyişməsi, belə şeylər. Baxaq, mədəniyyətdir insan cəmiyyətinin istehsal sahəsində əldə etdiyi nailiyyətləri məcmusu. Cümlədə xəbər gəlib qabağa. Mübtəda xəbər yerini pozubsa, oldu qrammatik normanın pozulması. Bir də mədəni sözü iyyət şəkilçisi var burada. Bu da oldu fonetik norm. Deməli, birinci söz qaydanı pozmuşdur. Baxırıq, biz hündür dağlardan qorxa-qorxa keçdik. Sintaktik əlaqə yoxdur. Sintaktik əlaqə yanaşı işlənmişdir. Bax, buna da diqqət eləməliyik. Bizdə sintaktik əlaqə çətin mövzu deyil. Sadəcə diqqətli olmalıyıq, söz birləşməsində tanımalıyıq. Birinci təhlillə baxaq. Keçdik ki, biz haradan? Dağlardan zəfli hansı dağlar? Hündür dağlar necə keçdik? Qorxa-qorxa zəfli. Baxsaq 4-5-in arasında var. Çünki cümlə üzvlərdə qorxa-qorxa keçdik doğrudur. Sonra 1 ilə 5 bizə yanaşı işlənmişdir. Hansı da var, amma yanaşına baxmalıyıq. 3-4 var, 2-3 var. Hündür dağ. Təyin nəyə yanındacı onunla tabirlik əlaqəsində olur. 1-2 var, 3-4 var. İndi buna baxaq. Silirəm buranı. Niyə silirəm? Çünki daha yaxşı görünsün. Yeni izah olacaq. 3-4-də hal şəkilçisi var. Bax, dağlardan qorxa-qorxa. Hal şəkilçisi varsa, deməli öz yanındadır. Bu da fe'li birləşmənin tərkibi arasında olur da. Bu qorxa-qorxa fe'li birləşmədir. Yoxsa keçdik, necə keçdik? Yox, fe'li birləşmə deyil, sadəcə hal şəkilçisi var. Sonra hündür dağ sözündə təyindir, bunu demişdik. Biz hündür. Heç sözlərin bir-birindən əlaqəsi də yoxdur. Yəni, əlaqə da bu. Məntiqlə fikirləşsən ki, yoxdur bu iki söz arasında əlaqə. Biz hündür olma, amma dağlardan qorxa-qorxa məna tapa bilərik. Cavabımız B variantı. 12-ci sual sadəcə uyğunlaşdırmadır. Baxaq. Ümumiyyətlə nədir modal sözün növündə? Həm də ara sözlərdir bunlar. Bu nəticədir. Deməli 2 ilə başladıq. Düzü, doğrusu, düzü təsdiqdir. Bax, gümanı oxşasa da, amma təsdiqdir. Sən bəlkə gümandır. Onun gəlişi sanki. Bu sanki elə bil kidən sonra da vergül olunmur. Bu da nədir? Bənzətmədir. Sualda digər mövzulara da gedirəm ki, daha belə faydalı olsun bir dərs. 2, 1, 3, 4 hanı variantımız? A variantı. Davam edirik. Fərqləndirilmiş hissə. Yəni bu sözlər. La'nın biz nə zaman nə olduğuna baxaq. La zərf olar, mücərrət sözünü yadda saxlayaq. Daha çox mücərrət olanda. Fe'l ola bilər, işlə, başla. Bax, elə burada var. Sözün kökü baş. Bax. Göz, gözlə, sözün kökü gözdür, ayaq, ayaqla. Bunlara diqqət edin. Bu fe'l imiş deməli və leksik şəkilçidir. Avtomatik bura bir dənə 2 yazırıq, hazırdır. Əgər yerinə la, lə qoya biliriksə, bu yazırmı? Bəli. Yerinə la, lə qoya, daha doğrusu la'nın yerinə və qoya bilirəmsə, bu olur bağlayıcı. Məsələn, var mı burada? Qardaşım və mən çox ölkələrdə olmuşuq. Qoya bilərik. Deməli, mən burada səhv yazmışam ki, bu 1 olmalıydı, bu 2 olmalıydı. Ehtiyatla çayı keçdim. Necə keçdim? Ehtiyatla. Bir dəqiqə bunu silim, ən yaxşısı mən təzdən yazım. Ehtiyatla keçmək gözlə görünməyən bir şeydir. Bu oldu zərfdir, yəni leksik şəkilçi. 1. Dostumla dünənki gəzinti. Yəni dostumla birgəlik mənasındadır. Olacaq qoşma 1, 3. Başla görək fe'ldir bu da. Yəni leksik şəkilçi. İkisi də eyni gələ bilər. Qardaşımla mən bu da bağlayıcıdır. Cavabımız heç 4 olmadı ki çansına. 1, 3, 1, 2. Var mı belə cavab? Bəli, varmış. Ümumiyyətlə la deyə qrammatik şəkilçi yoxdur. Davam eləyək 14-cü sualdan.
Hansı cümlədə feili birləşmə ilə ifadə olunan baş üzv? Baş üzv feili birləşmə olsun. Feili birləşmələrdən də cəmi 2 dənəsi baş üzv ola bilər. Onlardan biri feili sifətdir, biri də məstərdir. Feil bağlamı da həmişə zərfli olacaq, çünki din belə götürür. İşləri yekunlaşanda hamı evinə yollandı. Mübtəda xəbəri tapmaq üçün birinci xəbəri tapırıq. Nə etdi yollandı? Kim? Hamı. Deməli, biz birləşməlidir. Ət necədir? Əsrarəngizdir. Kim, nə, hara? 3 dənə sual veririk. Hansı məntiqə uyğun gəlir? Hara? Dəniz sahili. Bu ismi birləşmədir. Bizdən feili birləşməni istəyirdi. Gecə-gündüz dərs oxumaq onun adəti. Bax, burada 3-cü birləşmə var. İdi də özündən öncəkinə qoşulur, xəbər edir. Onun adəti idi. Nə? Gecə-gündüz dərs oxumaq. Deməli, bu doğrudur. Məstər tərkibidir və baş üzdür. Hər gününü bizimlə keçirənlər nəhayət ki, bu lazım deyil bizə, köməkçinin səs təhlil olunur, mükafatını aldılar. Aldılar kim? Hər gününü bizimlə keçirənlər. Deməli, bu oldu. Feil sifət tərkibi. Uzaq yoldan gələndə yorulmuşdu. Yorulmuşdu kim? O. Mübtəda yoxdur cümlədə. Cavabımız oldu 3, 4, C variantı. Davam edirik. Zərfin bütün məna növlərini istəyir bizdən. Bütün məna. Gün gələr insan gec anlayar ki, yaşadığı hər şey yalandır. Bu da bir dənə var. Həyatda həmişə. Həmişə var imiş. Bir dənə yaxşı yaşamaq. 2. Başqa yox idi ki. Hər an. Bu biri. Çox çalışma. Bu 2. Yaxşı yaşamaq. 3. Burada 4. Ehtimal ki, bu olacaq. Xeyli. 1. Başqa yoxdur. Ara 1 var. Oralarda var. Başqa yoxdur. Hər an zamandır, çox miqdardır. Yaxşı sözü tərzdir. Burada isə yerdir. Cavabımız C variantı. Həmcins tamamlıqları söz birləşməsi olsun deyir. Bu dəfə həmcins olsun və söz birləşməsi olsun deyir. Eləyim suallara baxın. 16-cı sualımızdayıq. Sinif yoldaşlarını, tələbə dostlarını görəndə çox sevinirdi. Bax, sevinirdi. Kim o? Nə zaman? Sinif yoldaşlarını, tələbə yoldaşlarını görəndə. Bu feil bağlamadır. Feil bağlama tərkibi olanda birinci tərəfin sanki bu həmcinsidir deyək də öz dilimizdə. Elə bir şey yoxdur. Sadəcə nə zaman sinif yoldaşlarını və tələbə yoldaşlarını görəndə sevinir. Deyirsiniz ki, müəllim, bu niyə sinif yoldaşlarını tamamlıq olmasın ki? Tamamlıq xəbərə aid olar. Gəlin baxaq. Sinif yoldaşlarını xəbərə düz gəlir, sevinir. Olmaz. Deməli, bu tərkibin içindədir, bütövlükdə. Deməli, 1 deyil. Dağ havasını və təbiət sevməyi sevirəm. Sevirəm nəyi? Təbiəti seyr etməyi, məstər tərkibi və dağ havasını. Deməli ki, doğruymuş. Məktəb rəhbərliyinə, kənd sakinlərinə xəbərdarlıq edildi. Nə oldu, nə edildi? Xəbərdarlıq kimə? Kənd sakinlərinə və məktəb rəhbərliyinə. Deməli, bu da doğruymuş. Məlikməmməd nağılı bir çoxların diqqətini cəlb edir. Ümumiyyətlə, burada şey yoxdur. Həmcins yoxdur. Bütün dostlarımdan və ailə üzvlərindən təklifləri qəbul etdim. Qəbul etdim kimə? Nəyi? Təbrikləri. Kimdən? Nə idi sualımız? Unutdum. Söz birləşməli ifadə olunan tamamlıq. Kimdən? Dostlarımdan, bir də ailə üzvlərindən. Burada bütün sözü təyin olduğuna görə bu dostlarımdan sözü bir sözdür. Ona görə də qaydadan çıxdı. Yəni, bizdən söz birləşməsi olsun deyirdik. Cavab 2. Fərqləndirilmiş sözləri şərhlərə uyğunlaşın. Təşrif buyurmaq, yəni gəlib şərəfləndirmək. Deməli, 1-ə B olacaq. Şagirdlərin yazılarını təhlil etdim. Burada yoxdur. Təşviq etdim. Yoxdur. Deyirsən, bunun arxasındaydı. Təhlil nə idi? D deyək. Bir dəqiqə. Təşviq həvəsləndirməkdir da, harada deyir bu? Həvəsləndirmək varmış. 3C. Təhlil etdi də, yəqin ki, o D variantı. Belə cavab varmı? B, D, C.
Hara getdi bu? Var imiş. C variantı yazda. Yəni təhlil edirsən nöqsanlar, düzəliş və s. Uyğunlaşdır deyir. Uyğunlaşdıraq biz də. Cavablara baxın. Suallara daha doğrusu. Hə, burada cavabları heç oxuya bilmirəm. Nədir bu? E-dir, yəqin bu da C-dir. Burada C-E. Hə. Gəlin baxaq. Ütülədim sözünü biz iki cür başa düşə bilərik. Biri var, mən nəyisə paltarı ütülədim. Burada D zamandır. O da şəxs olub. Bir də deyirəm, gedim bu paltarı kiməsə ütülədim mən. Özüm ütülüyüm yox da ütülədim. Ütülətmək sözündəndir. 2 leksik, 1 qrammatik. İki cür düşündük. Deməli, 2 leksik, 1 qrammatik və 1 leksik, 2 qrammatik harda var? A variantında. Biri A düz gəlir. Daha doğrusu bir də var. Uçurdu sözü deyirəm ki, nə bilim, quşlar uçurdu, uçur idi mənasında. 2 qrammatik. Bir də deyirəm ki, uşaq gəldi, quşları uçurdu. Burada uçurmaq mənasında. Uçurmaq. 1 leksik, 1 qrammatik. Və 2 qrammatik. Demək, bu da bura düz gəlir. Səhv eləmirəmsə. C yox, B. Hə. Ümumiyyətlə, ır, bir də ar. Ir, bir də ar var. Bunlardan sonra maq qoya biliriksə, deməli, bu leksik şəkilçidir bunlar. Sonra qaldırmaq bir cür başa düşülür. 2 dənə qrammatik əridir. Hə, deyirəm, o, filan kəsin əridir. Bir də deyirəm ki, filan şey nəyisə əritmək sözü var. Əritir. Əri, ərit, əritir. Bu da D-ya çevrilir. Get sözü gedir kimi. 2 qrammatik, bir də necə oldu? Səhv dedim elə bir nəysə. 2 qrammatik, bir də 1 leksik, 1 qrammatik. Bu da bura gəldi. Deməli, 1A, 2B'ye 3 nə oldu? Bir dəqiqə, mən bunu səhv demişəm ki, burada. Qaldırmaq sözün kökü qaldırdı. Bu da maqdır. Hə, yazam qalıb burada. Deyirəm ki, mən yazam, qışam. Bu cür düşünmək olar bir şəkilçi. Bir də deyirəm ki, kaş mən nəyisə yazam. Şəxsi onluğudur. A da arzu şəkil. A variantım oldu cavab. Bəli. Yanaşı işlənmiş isimlər eyni halda. Gəlin, ümumiyyətcə isimlərin yanaşı olduğuna baxaq. İsimdir, sifətdir, feildir. Ağacdır, isimdir, bu feildir, olmaz. Boşaldı feil dünyanın, isimdir, sən olan yer, əvəzlik, feil, isim. Dünyanın sən olan yerindən indi, bunlar da olmur. Heç hansı isim deyil buradakı, yəni ardıcıl isimlər yoxdur. Dənizi verdim ki, sənə hədiyyə, gəldiyin sahili gələsən bir də. Bunlar da yoxdur ki, ümumiyyətcə. Əsl məhəbbət ki, böyük hünərdir, böyük sifətdir, hünər isimdir, böyük arzular, coşar ümman kimi. Burada da yoxdur. Bircə gül istəsəm, gülistan istə. Hə, dünyalıq boranam. Yoxsa mən mi tapanmadım? Mən ki, bir dünyalıq boranam, yazam. Elə bunlar da boran, bir də yaz. İkisi də eyni haldadır. Nə istəyir ki? E variantı. Suallar bir neçə gün qabaq baxmışdım. Unutmuşam artıq. Deməli, əlavə cümlə baş üzvünə aiddir. Baxaq. Biz, yəni 8-cilər onu qarşılaşacaq. Kim? Biz, yəni 8-ci siniflər. Bu da əlavə, yəni bu cümlə üzvü kimi təhlil olunur. Deməli, bu düzdür. Əlavə cümlənin ikinci dərəcəli üzvünə aiddir. Doğma vətənimizi sevirik. Sevirik kim? Biz. Haranı? Vətənimizi. Yəni Azərbaycanımız. Bu da doğruymuş. Tamamlığın oldu. Sonra deyirəm, sual idi. Paytaxtda, yəni Bakıda aldım. Aldım ki, mən. Deməli, burada mübtəda deyil. Evləri kənddən xeyli uzaqda, yəni çay kənarındadır. Burada belə olanda, tırı burada qoyuruq. Çünki bu eyni sözdür. Uzaqdadır.
Yəni çay kənarındadır. Bəli, əlavə baş üzvə aiddir. Sonra Əli bəy Hüseynzadə Azərbaycan romantik ədəbiyyatı nümayəndəsi kimi məşhurdur. Məşhurdur kim? Əli bəy Hüseynzadə, yəni Azərbaycanın romantik ədəbiyyatı nümayəndəsi. Bu baş üzv. Bu olmaz. Daha doğrusu bu ikinci dərəcə üzv olmalıdır. Bu da düzdür. Çalışqan, yəni hər gün dərsə hazır gələn Əli qiymətləndir. Qiymətləndirdi kim? Əli. Hansı Əli? Çalışqan və çalışqan, yəni dəqiqə sualın şərti bir yadımdadır. Yəni burada ikinci dərəcə aiddir əlavə. Çalışqan, yəni hər gün dərsə hazır gələn. Əli qiymətləndir. Qiymətləndir kim? Əli. Hansı Əli? Çalışqan. Yəni hər gün dərsə. Bu da düzdür. Nə qədər cavab olur? Baxaq cavab nə olur? 1, 4, 1, 3, 4, 5, 6. Belə cavab yoxdur. Bəlkə sualda yüngül bir problem var. Bir dənə də baxım mən. Çalışqan, yəni hər gün dərsə hazır gələn Əli. Çalışqan Əli ikinci dərəcəli üzvdə qiymətləndirildi kim? Əli. Məncə sualda yüngül bir problem var. Səhv olsa şərhlərə yazacağam. Deyilişi ilə yazışı arasında fərqli məqam sayılarına görə uyğunlaşdıraq. Təəssüfdə bir dənədir. Elektorat bir dənə buradadır. 1A. Sonra təmkinlə 2 fərq var. L-lə olur. Qatlanmaq, jelatin. Uğursuzluq olacaqdır. Demək ki, B-dir. Tündlük, tünd. Düş. 3 dənə fark var. Bax burada. Qatlanmaq. Bu da yəqin belə olacaq. L-dır ya, N-mı ya. Bu da axırda X. Cavab oldu A variantı. Jelatində fərq yoxdur. Müqayisə cədvəlinə baxaq. Deməli, belə suala baxdıqsa davam edək. Hadisələr eyni zamanda baş verir və ya qarşılaşdırılır. Deməli, 1 ya 2. Dünən çox tez idi, sabah isə çox gec olacaq. Bu qarşılaşdırmadır. Deməli, əgər varsa bu tabeli mürəkkəb cümlədir, bu tabesiz. Eyni zamanda baş vermədiyinə görə bir səhv olur. Hadisələr isə qarşılaşdırılır. Sonra, iki düzdür tərkib hissələri bir-birindən bağlıdır. Asılıdır. Mürəkkəb cümlənin tərəfləri sağ və şərt şəkilçisi ilə bağlanıb deyil. Bax, burada bilirsənsə sözü var. Burada zaman şəkilçisi. Bu isədir. Deməli, onda 4 səhv olacaq. Daha şərt şəkil deyil. Bağlayıcı vasitələri eynidir. Ola bilməz ki. Niyə? Çünki bir tabeldir, bir tabesiz. 2 qrammatik əsaslı, 2 də mürəkkəb cümlə doğrudur. Deməli, 2, 6, 3, 2, 3, 6 A variantı. Sonra 23-cü suala gəlirik. Səhv yazılmış sözlər A xalatda olacaq. Akreditasiya, alqı-satqı, bunlar düzdürlər. Deklamasiya. Burada səhv var. Deklamasiya olmalıdır. Burada çılçıraq yox, çilçıraqdır. Ekstaz da doğrudur. Deməli, səhvlər nə oldu? 1, 4, 5. Keçirik 24-cü suala. 24-cü sualda bunlara minus qoyulur. 1. Belə. 24-cü sualda müxtəlif suallara cavab verən tamamlıqlar. Baxaq. Həsən dayının gəlməyi ilə getmək. Bir oldu nə? Həsən dayının gəlməyi ilə getmək. Bu bütövlükdə ismi birləşmədir. Bunu da bölə bilmərik. Ümumiyyətcə səhvdir. O yeməyini yedi, çantasını götürdü, dağa yollandı. Bax, yollandı kim? O yedi nəyi, yeməyini, götürdü nəyi, çantasını, yollandı haraya, dağa. Müxtəlif suallara cavab verirdi. Bunlar hamısı eyni oldu. Sonra
Kitabına baxdım, onu bəyənmədim. Baxdım nəyə? Kitabına. Bəyənmədim nəyi? Onu. Deməli, bu düz gəlir. Havanın soyuq olması onların səyahətin tez bitməsinə səbəb oldu. Nə? Havanın soyuq olması. Nəyə səbəb oldu? Onların səyahətin tez bitməsinə. Burada ümumiyyətcə tamamlıq yoxdur. Bir dənə var. Uşaq kənddən hər gün rayona gəlir. Gəlir kim? Uşaq. Haradan? Rayondan. Haraya? Rayona. Burada hamısı zərflikdir ki. Çox danışmağını bəyənmədim. Nəyi? Çox danışmağını. Bildirdim. Kimə? Ona. Bu da olacaq 6-da. Belə 3, 6 olur cavabımız. 25-də 2 fərqli nitqlər olsun deyir ən azı. 2 ədəd bağlayıcıdır. Bu da ədəd bağlayıcıdır. İlə də qoşma ilə bağlayıcıdır. Elə nə olacaq? 26-cı sual. Budaq cümlə baş cümlədən əvvəl gəlib. Bu da bir yüngül bir qaydası var. Hava soyudumu? Onlar şəhərə qayıtdılar. Və budaq cümlə başdan əvvəl gəlibdir. Deməli belə olacaq. Bu sxemi də belə çəkək. Burada m var. M zaman mənasındadır. Bax, onlar şəhərə qayıdacaq. Nə zaman? Hava soyuyan. Deməli, bu birinci budaq cümlədir, sonra baş cümlə. Sən bilirsən, onun qəribə taleyi var. Gəlin burada nə ilə bağlanıb bu? Sən bilirsənmi? Yox. İntonasiya ilə bağlanıb da bu. İntonasiyacı birinci əks elən, birinci baş olur, sonra budaq olur. Deməli, sən bilirsən ki, onun qəribə taleyi var. Yoxsa tərsinə dedim. Yəni, intonasiyadır. Nəysə, çox dərinə getmirik. İstəyim budur ki varsa birinci nə olur? Birinci zaman deyilsə, birinci baş olur, sonra budaq olur. Sonra, əgər dediyimi etməsən, sasə bir də əgər birinci baş cümlə yox, budaq cümlə olur. Qaydaya görə də bunlar hamısı. Evə təzəcə çatmışdı ki, bu da ki zaman məzmunu bildirəndə birinci yenə budaq gəlir. Deməli, 2-3-ə çıxırıq, cavab olur bu. Ümid edir, inşallah ki, bu dərs çəkəndə bununla bağlı danışacağım ətraflı. Təsviflənməyən feillər bu daha rahat olacaq. Elə oxuması birə A gəldi. Yola çıxmadan feili bağlama B gəldi. Sonra tərsinə qoydum. Zəng vurulan zaman anda C-dir. Hələ ki A, C, B var. Qazmağın dadı bu isə feil deyil. Buradakı cavabları deyək. Mətni belə tutum oxuyun. Baxaq bura. Gün göstərim. Burada nəydən danışır? Yeməkdən danışırdır. Sözlərin qarşılığını deyir. İkinci sözün mənası, belə birinci bir dəqiqə. Birinci söz haradaydı? Haradadır söz? Doğru zamanda. Zaman nə olacaq? Vaxtda. Həmin anda. İkinci nədir? İkinci söz. Oradaydı bu. Vacibdir. Deməli, lazımlıdır, önəmlidir. Nə yazaq? Lazımlıdır. O birisi də anda, vaxtda və s. bir neçə dənə deyə bilərik. Nöqtələr yeni elə şey yazın ki, deyir. Əlaqə pozulmasın. Burada nə demək olar? Həzm edilən qidalara üstünlük verilsin. Olar mı belə? Başqa nə demək olar? Yüngül qidalara üstünlük verilsin, yer verilsin, önəm verilsin də demək olar bəlkə də. Sonra bu belə. Burada da ziyanı yoxdur, yox elə mətin ziyanın olmağından danışır. Çünki, bax mətndə var idi ki, insan deyir, günorta vaxtı məsələn, günorta saat bu vaxtları nahar eləmək lazım ki, yaxşı həzm eləsin. Deməli, yaxşı həzm eləməyəcəksə, bədənimiz üçün ziyandır. Bir neçə şey deyə bilərdik. Səhər yeməyini, ürək xəstəliyi deyə bilərdik və s. Belə.
Ümid edirəm ki, faydalı video oldu. Kanala abunə olmağı unutmayın. Sağ olun.